14 noyabr üçün bürclər xüsusi analiz və günün enerji proqnozu oxatan bugün oxatanlar üçün uzun müddətdir üzərində çalışdıqları işlərin nəticəsini görmək mərhələsi başlayır. Uğur dalğası xüsusilə iş və maliyyə sahəsində özünü göstərə bilər. Lakin emosional olaraq yüklənmək ehtimalı var. Əgər qərar verməli olduğunuz bir məsələ varsa, tələsməmək və daha sakit düşünmək tövsiyə olunur. Enerji çoxdur, amma bunun dağıdıcı olmamasına diqqət etmək lazımdır. Oğlaq-oğlaqlar üçün günün əsas mövzusu strateji planlaşdırmadır. Mühüm quracağınız planlar yaxın həftələrdə sizə böyük üstünlük verə bilər. İş sahəsində rəhbərliyin məsuliyyət və nizam tələb olunan mövzular önə çıxır. Münasibətlərdə isə dürüstlük ön plandadır. Hiss etdiyinizi gizlətməyin bugün açıq danışmaq həm sizi, həm də qarşı tərəfi rahatladacaq. Dolça-dolçalar üçün kritik dönəmdir. Sanki həyatda yeni bir səhifənin astanasındasınız. Qəbul etdiyiniz bir qərar yaxın günlərdə istiqamətinizi tam dəyişdirə bilər. İntuisiyanız bugün güclüdür. Hər kəsin dediyini yox, öz içinizdən gələn səsi dinləmək daha çox fayda gətirəcək. Yara sahəsində gözlənilməz təklif və ya dəvət ala bilərsiniz. Balıqlar üçün əməkdaşlıq və maddi planlamanın önə çıxdığı gündür. Komanda işi və tərəfdaşlıqlar bugün daha məhsuldar olacaq. Maliyyə ilə bağlı yeni planlar qurmaq, büdcəni yenidən tənzimləmək və ya gəlir artırmaq üçün yollar axtarmaq üçün əlverişli vaxtdır. Şəxsi həyatda isə balıqlar sabitlik və sükunət istəyəcək. Münasibətlərdə emosional güvənlik axtarışı artır.